Salam əziz izləyicilərimiz, mən Rəşad Şərifov. Bugün sizə məntiqdən qızıl qaydalar izah edəcəm. Bu qaydaları yaddaşınızda saxlasaz, imtahanda maksimum nəticə göstərə biləcəksiniz. Təkcə sualın özünü deyil, sualın ətrafında yarana biləcək digər sualları da sizə izah edəcəm ki, bir videodan maksimum dərəcədə daha çox şey öyrənmiş olasınız. Elə vaxt itirmədən başlayaq birinci sualımızdan. Burada deməli analogiya sualları tələbələrin gözündə çox rahat görünür, amma imtahanda bu sualları çox səhv edirlər. Bunun səbəbi ondan ibarətdir ki, məsəl üçün burada taxta sözünü görürsüz. Taxta sözlə əlaqəli burada çox söz ola bilər. Məsəl üçün taxta sözlə əlaqəli mişar ola bilər, dülgər ola bilər, rəndələmə ola bilər. Bunlar hamısını taxta ilə əlaqələndirmək mümkündür. İndi yuxarıda görək bizdən nə istəyir? Bu sualları düzgün həll eləmək istəyirsinizsə, birinci sətirdə bizə verilənə maksimum dərəcədə diqqət etmək lazımdır. Birinci sətirdə bizdən nə istəyirsə, biz də sualda onu axtarıb tapmalıyıq. Dəmir, dəmirçi. Dəmirçi kimdir? Dəmirlə işləyən şəxsdir, düzdür? Dəmirçi bir insandır və o dəmirlə işləyir. Burada bizdə taxta var. Deməli biz taxta ilə işləyən bir şəxs tapmalıyıq. Taxta ilə işləyən şəxs olaraq burada neçə dənə şəxs var? Meşəbəyi var, o bizim cavab ola bilməz. Lövhə, mişar, rəndələmək deyil. Taxta ilə işləyən şəxs olaraq bir dənə burada qalır. Dülgər. Deməli sualımızın doğru cavabı dülgər olmuş oldu. İkinci sual sizin üçün tapşırıqdır. Bu sualı həll eləyib doğru cavabı videonun rəylərinə yazırsınız. Yəni diqqətli olursunuz. Yuxarıda bizdən nə istəyirsə birinci sətirdə ona uyğun cavabı tapmaq sizdən tələb olunur. Keçək indi növbəti sual tipimizə. Növbəti sual tipimiz qatlanılan kağız və qatın açılması bununla bağlı bir şeydir. Burada biz kağızı qatlamışıq, 4 yerə qatlamışıq, yuxarıdan aşağıya və soldan sağa. Və küncdə belə bir şey alınır. Bunu mən sizə göstərə də bilərəm əyani bir formada. Belə, kağızı baxın birinci yuxarıdan aşağı qatladıq. Sonra isə soldan sağa bu şəkildə qatlamışıq. Və küncdə belə bir şey, kağızımızla əzdik bu arada. Küncdə belə bir şey alınıb. Ən aşağı sağ küncdə bu, düzdürmü? Görürsünüz, buradan görürsünüz ki, ən aşağı sağ küncdür. İndi bunu biz cavab variantlarında ən aşağı sağ küncdə tapmalıyıq birinci. Bu şəklimiz. Baxın, yuxarısında belə və aşağı sağ tərəfində belə bir şey. Baxın, ən aşağı sağ künçarda da bizdə burada da düzdürmü? Yuxarısında buradan belə bir üçbucaq olmalıdır, bir dənə də buradan belə bir üçbucaq olmalıdır. Ona görə A variantı bizim cavabımız ola bilməz. A variantını dərhal sildik. Eynilə, ən aşağı sağ küncü bunun hansıdır? Budur da, düzdürmü? Aşağısında belə bir üçbucaq, o burada var gördüyünüz kimi və sol tərəfində belə bir üçbucaq. Burada bir üçbucaq olmalıdır. Bu da bizim cavab variantımız ola bilməz. Eyni məntiqlə baxın, eyni məntiqlə bunu da silə bilirik. Buradakı üçbucaq yoxdur, bunu da silə bilərik. Sonra eyni məntiqlə baxın, bunu da silə bilərik. Buradakı üçbucaq yoxdur. Və biz heç kağızı açmadan bir dənə qatlanan hissədəki fiqura görə doğru cavabı tapmış olduq. Doğru cavabımız nə oldu? Doğru cavabımız baxın C variantında kimi eynilə. Burada bir üçbucaq var görürsünüz. Burada da bir üçbucaq. Açanda da təbii ki necə olacaq? Bu üçbucaq gəlib düşüb bura, bu üçbucaq isə bura gəlib düşüb. Yaxın-yaxına düşürəmişə, uzaq da uzağa. Görürsünüz, yəni rahat bir şəkildə heç bir vaxt sərf eləmədən sualın doğru cavabını asanlıqla tapmış olduq. Dördüncü sualımızda eyni oxşar sual tipidir. Sizə tapşırıqdır. Sualın doğru cavabını tapıb videonun rəylərinə yazırsınız. Nəsə bir çətinliyiniz qalsa yazarsınız. Onunla da bağlı sizə rəylərdə kömək eləyərik. Eynilə aşağı sağ küncdədir. Bunu birinci axtaracaqsınız, tapacaqsınız aşağı sağ küncdə. Əgər bir neçə cavab da olsa sonra onun açılışına baxıb doğru cavabı tapacaqsınız. Bu sualımızda belə getdi. Keçək növbəti sualımıza, sual tipimizə daha doğrusu. Növbəti sual tipimiz şəkillərlə bağlı olan bir tipdir yenə də. Şəkillər ümumiyyətlə çox rahatdır. Sadəcə şəkillərdə nəyə diqqət etmək lazımdır? İndi sizə şəkillər üçün bir neçə qızıl qayda deyim. Şəkillərdə diqqət etmək lazımdır. Şəklə bütöv formada baxmayasınız. Məsəl üçün burada görürsünüz 3 dənə əlamət var da. Balaca kvadrat var, üstəgəl var, uzun bir dənə düzbucaqlı var. Hətta digərinə baxsaq burada bir dənə də dairə var. 4 dənə şey var. Biz eyni vaxtda 4 dənə şeyə baxsaq, bizim başımız qarışacaq olacaq bir böyük bir qazan və sualın içindən çıxa bilməyəcəyik. Ona görə şəkil suallarında həmişə çalışırıq ki, şəkil suallarında qayda olaraq bunu yadınızda saxlayıb şəkilə hissə-hissə baxırıq. Yəni tək-tək baxırıq. Şəklin üzərində olanların hamısına bir-bir baxırıq. Burada məsəl üçün birinci sətirdə baxaq. Ən böyük bu qaradan başlayır. Qara burada ən axırıncıdaydı. Baxın buradaydı. Sonra bir addım gəlib qabağa. Görürsünüz ortada olub. Sonra yenə bir addım gəlib qabağa, gəlib olub burada gördüyünüz kimi. Qara nə edir deməli? Qara, böyük qara sola doğru addım-addım gedir. İndi bizdən soruşulan sətirdə ona baxaq, görək hardadır. Ortadadır, bax görürsünüz.
Bir adım gəlib sola olub burada. İndi buradan sonra nə edəcək? Yenə bir adım gedəcək sola, gəlib olacaq ən axırda. Bunu biz hardan görürük? Baxın, ikincidən görə bilirik. Bir adım gedib sola, gəlib olub burada, ən axırda. Təzədən başlayır, elə bir. Buradan gəldi, axıra çıxdı, təzədən başlayır, yenə başladı. Hər sətrə burada müstəqil baxırıq. Hər sətr ayrılıqda baxmaq lazımdır. Birinci iki sətr bizə kömək eləmək üçün verilib. Üçüncü sətirdən isə biz cavab tapacağıq. Deməli, bizim qara gəlib duracaq ən axırda. Bunu şəkil olaraq çəkə də bilərsiniz və yaxud da variant silə də bilərsiniz. Məntiqin ən əsas qızıl qaydalarından biri də variant silməkdir. Harada gəlib duracaq? Ən axırıncıda. Ən axırıncıda gəlib duracağına görə bu variantı silə bilərik, bu variantı silə bilərik. Digər 3 variantımız hələ ki qalır. Digərindən baxaq görək digərləri özlərini necə aparır və nə formada hərəkət eləyir. Burada kvadrata baxaq. Əvvəl birincidədir. Sonra keçib ikinciyə, bunun altındadır deyə görünmür. Sonra keçib üçüncüyə. Deməli, kvadrat hansı istiqamətə gedir? Sağa doğru. Balaca kvadratdan danışırıq. O sağa doğru hərəkət edir. Baxın, buradadır. Sonra keçib ikinciyə, burada olub. İndi keçəcək üçüncüyə. Kvadratımız olacaq burada. Bunun altında olduğuna görə kvadrat bizdə şəkildə görünməyəcək. Amma baxın, burada kvadrat şəkildə görünür. Ona görə bu variantı da silə bilərik. Biz indi baxaq digər fiqurlara. Görək, məsəl üçün, dairə hansı istiqamətdə hərəkət edir? Dairə burada görünmür. Yəqin ki, bunun altındadır. Bax, bu hissədə dairə. Sonra növbəti hara gəlib çıxıb əvvəl. Deməli, bu istiqamətdə sağa doğru hərəkət edilmiş buradadır. Sonra bir dənə də gəlib olub buradadır. Deməli, dairəmiz də bizim dairəmiz sağa doğru hərəkət edir. İndi dairəyə baxaq. Dairə buradadır. Sağa doğru hərəkət edəcək. Gəlib olacaq birincidə. Yəni burada. Bunun altındadır. İndi burada. Növbətisində bir addımda gedəcək. Gəlib olacaq burada. Dairə olacaq deməli ortadakı şəkildə, ortadakı hissədə. Burada görürsünüz, dairə burada deyil. Bunu silirik. Doğru cavabımız C variantı. Biz yenə deyirəm, bu şəklə ümumilikdə baxsaydıq, şəklin hər bir, daha doğrusu şəklə bütöv şəkildə baxsaydıq, bu bizim beynimizi qarışdıracaqdı. Ancaq tək-tək baxdıq deyə sualın doğru cavabını rahat şəkildə tapdıq. Bu sualımız çox rahat, sadə bir şəkil sualdır. Ardıcıl şəkildə davam edir burada. Birincidən ikinci alınıb. Eyni məntiqi tətbiq edəcəksiniz. Üçüncüdən dördüncünü siz alıb cavab variantlarında yazacaqsınız. Çox rahat sualdır. İzahına heç ehtiyac yoxdur. Davam edirik növbəti 7-ci sual tipimizdə tanış olaq. Ardıcılıqlar mövzusunda olan bir sualdır bu. 7-8 hər ikisi oxşar suallardır. Ardıcılıqlar mövzusu ümumiyyətlə imtahanlarda çox rast gəlinən sual tiplərindəndir. Hər imtahan demək olar ki, hardasa bir və yaxud da 2 dənə, daha çox 2 dənə ardıcılıq sualı olmuş olur. Burada baxın 2 dənə sual işarəsi var. 2 dənə sual işarəsi olanda biz bunu birinci 2 ardıcılıq kimi yoxlayaq. 2 ardıcılıq kimi yoxlayaq, görək nə ala bilirik. Birinci, bir dənədən biri qırmızı dairə alaq. Yəni bu və sual işarəsi. Baxaq görək burada biz nə məntiq tapa bilirik. 516-dan 497 alınıb. Deməli, burada biz 16-dan nə çıxsaq 497 alınmış olar. 516-dan 497, 19 çıxsaq. Çıx 19. Yazdıq bunu. Sonra növbətisinə keçəndə 497-dən çıxdıq 478-ə. Burada nə çıxmışıq? Baxaq görək. Deməli, 78. Yenə də 19 çıxmışıq. Yenə də çıxmışıq 19. Biraz qaralayayım, daha yaxşı görünsün. Növbəti 78-dən 59-a keçəndə yenə nə etmişik? Yenə də 19 çıxmışıq. Deməli, sətirlərimizin birində 19 çıxa-çıxa gedirik. 19 çıxa-çıxa gedirik. Və 459-dan da 19 çıxanda bizdə nə qalmış olacaq? 440 qalmış olacaq. Yəni, sual işarəsinin birini tapdıq ki, bu 440-dır. İndi cavab variantlarına baxaq. Birinci sualımız 440-dır. Bu 590-dır, bu 434-dür, bu 434-dür. Bu variant deməli bizim heç olmayacaq. 2 dənə variantda isə 440, 440 var. Bir dənə 440 qalsaydı biz birbaşa da cavabı dairələyərdik. Amma 2 dənə qaldığına görə keçək indi ikinci sıraya baxaq. 662-dən 645-ə gəlib. Burada nə çıxmışıq bundan? 17 çıxmışıq. Çıx 17. Birincidə 17 çıxdıq. 17. Biraz böyüdüm, daha yaxşı görəsiniz. Sonra 645-dən keçmişik 624-ə. Burada nə çıxmışıq? Burada çıxmışıq biz bundan 21. Baxın, 17 çıxdıq, 21 çıxdıq. İndi 624-dən nə çıxsaq 599 qalar. 25. Bəli.
Çıxdıq 25. Baxın, indi 599-dan keçirik bu sual işarəsinə. 17 çıxdıq, 21 çıxdıq, 25 çıxdıq. Bunlar necə artır? 4 artır. Baxın, üstünə 4 gəldik 21, üstünə 4 gəldik 25, üstünə 4 gəldik 29. 599-dan çıxacağıq 29. 599-dan da 29 çıxanda qalacaq 570. Sualımızın doğru cavabı oldu D variantı. Deməli, 2 sual olanda 2 ardıcılığı yoxlamaq lazımdır. Həmişə belə olur deyə bilmərəm. Çox vaxt belə olur. Növbəti rahat bir sualımız var burada. Bu sualın da doğru cavabını siz tapıb rəyləri yazacaqsınız. Bu sizin üçün tapşırıq olmuş olsun. 8-ci sualımız sizin üçün tapşırıq. Nəsə problem yaransa, yəni sualın doğru cavabını tapa bilməsəz, rəylərdə yazıb soruşa bilərsiniz. Mən sizə kömək edəcəm. Davam edək növbəti sualımızla. Növbəti 9-cu sualımıza baxırıq. 10-cu sual sizin üçün tapşırıq. Videonu saxlayıb sonra, izahdan sonra saxlayıb fikirləşib rəylərə doğru cavabı yazarsınız. 9-cu suala baxaq. A, B, C-ni 1'ə vuranda buradakı ədəd alınır bizdə. A, B, C-ni 1'ə vuranda buradakı ədəd alınır. D-yə vuranda isə 738 alınır. İndi burada toplama hissəsindən baxaq. Bu, nə ilə nəyi toplasaq 6? Nə ilə heç nəyi toplasaq 6-ya? Təbii ki, 6-nı. Bu 6-dır bizdə. 6. 8 ilə nəyi toplasaq 2 ilə bitər? 4-ü təbii ki. 4, 8 topladıq 12, 2 yazdıq, 1 yadda, 1 yadda saxlayırıq. İndi 3 ilə nəyi toplasaq 1 də yadda var, 6 eləyər. Təbii ki, 2-ni. 2 ilə 3'ü topladıq, 5, 1 də yadda 6, 7 gəlir düşür bura, olur 246. İndi nəyi 1'ə vursaq 246 eləyər? Təbii ki, 246-nı. Baxın, bir dəfə 6, 6, bir dəfə 4, 4, bir dəfə 2, 2. İndi D-ni 246-ya vuranda 738 alınmalıdır. 6-nı nəyə vuranda? Axırı 8 ilə bitər. Təbii ki, 3'ə vuranda. D-miz oldu 3. Bizdən elə D-ni istəyirdi. Doğru cavabımız C variantı olmuş olacaq. Yoxlayaq da 3 dəfə 6, 18. Daha doğrusu 3 dəfə 6, bəli 18, 8 yazdıq. 1 yadda. 3 dəfə 4, 12, 1 də yadda 13. 3 dəfə 2, 6, 1 də yadda 7. Doğru cavabımız deməli C variantı olmuş olur. Bir daha təkrarlayım. 10-cu sual sizin üçün tapşırıqdır. Videonu saxlayırsınız. Rəylərə 10-cu sualın doğru cavabını yazırsınız. Davam edək növbəti suallarımızla, növbəti tipimizlə. Kublar mövzusu. Kublar mövzusunun əsas qızıl qaydalarından biri qarşı üzlərdir. Qarşı üzlər eyni şəkildə görünə bilməz. Məsəl üçün, burada 1 ilə 5, 1 və 5 qarşı üzlərdir. Ortada bir dənə qalırsa, həmin üzlər qarşı üzlərdir. 1 ilə 5 qarşı üzdür. Sonra 2 ilə 9 qarşı üzdür. Və 7 ilə 4 qarşı üzlərdir. Bunlar eyni vaxtda, eyni şəkildə görünə bilməz. Burada da məsəl üçün buna da baxa bilərsiniz. 1 ilə 3 qarşı üzdür. Onlar eyni şəkildə ola bilməz. Məsəl üçün burada baxın. 1 və 3. Görürsünüz, eyni şəkildədir. Ona görə D variantını silə bilərsiniz. Düzdür, bu sizin üçün tapşırıqdır. Bunu siz həll edəcəksiniz. Sadəcə bir dənə nümunə göstərdim sizə ki, sualın izahını daha yaxşı başa düşəsiniz. İndi 1 ilə 5 eyni şəkildə ola bilməz də, yanaşı görünə bilməz. Amma baxın, burada yanaşı görünür. Ona görə bunu silirik. Sonra 2 ilə 9 yanaşı görünə bilməz. Baxın, 2, 9 deyir, yanaşı görünəcək. Ona görə bunu silirik. Sonra 7 ilə 4 də yanaşı görünə bilməz. Burada baxın, 7, 4 eyni şəkildə görünüb və 7, 4 eyni şəkildə görünüb. Bunu da silirik. Sualımızın doğru cavabı C variantı qalmış olur. Davam edək növbəti suallarımızla. 13-cü sualımıza baxaq. Bu operatorlar mövzusudur. Qeyri-aşkar operatorlar və yaxud da əməllər mövzusu. 2 adı var. Yəni, sadəcə həllə əsas odur ki, indi. Burada, baxın, hər birində eyni məntiqi tətbiq eləməliyik. Bu işarə onu göstərir ki, bunların hər birində biz eyni qaydanı tətbiq eləməliyik. Birində bir şey, o birində başqa şey eləyə bilmərik. Hamısında eyni qaydanı tətbiq eləyəcəyik. 2 ilə 8. Ən rahatından toplayaq 2 ilə 8-i. 10 elədi. 2 plus 8, 10. 10 neyini 20 alaraq 2-yə vurduq. O birislərdə yoxlayaq. Görək alınacaqmı? Ən rahatı 3 ilə 8-i topladıq. 3 plus 8. Neçədir? 11. 2-yə vurduq. Görək hamısında toplayıb 2-yə vurmaqdır. Bunda da yoxlayaq bir daha. 5, 0 və 6-nı topladıq. Neçədir? 11 2-yə vuranda 22. Deməli, toplayıb 2-yə vurmaqdır məntiqimiz. Burada toplayaq.
2 və 3'ü topladıq. 2 və 3 topladıq. 5, 5'i də 2'yə vurduq. Neçə elədi bizdə? 10 eləmiş oldu. Davam edək növbəti suallarımızla. 14-cü sualımız sizin üçün tapşırıq olsun. Burada sadəcə diqqət etmək lazımdır ki, burada bizdə 2 dənə məntiq var. Dairələr bir məntiqdir. Yəni bunların qaydası 1'dir. Oxlar isə başqa məntiqdir. Bunların qaydası da 1'dir. Buradan dairənin nə olduğunu tapacağıq. Buradan isə oxun nə olduğunu tapıb aşağıdakına tətbiq edib doğru cavabı alacağıq. Keçirik növbəti sualımıza. 15-ci sualımız. Burada deməli, yenə analogiya tipli sualdır. Ev mərtəbələrdən ibarətdir. Ev mərtəbələrdən ibarətdir. Pilləkən nələrdən ibarətdir? Pilləkən isə pillələrdən ibarət. Doğru cavabımız C-dir. Yəni buradakı analogiya nədirsə, onu tapıb bura tətbiq edib doğru cavabı alırıq. 16-cı sualda oxşar bir sualdır. Eyni qayda ilə həll edəcəyik. Burada bunların arasındakı hansı əlaqə varsa, aşağıdakılar arasında həmin əlaqəni tapıb doğru cavab alıb rəylərə yazacağıq. Keçirik növbəti sualımıza. Mətnin məntiqi təhlilidir. Maraqlı sual tiplərindən biridir. Baxaq indi birini mən həll edəcəm, birini isə sizə tapşırıq verəcəm. Bu suallar olur ki, həll edəndə hətta müəllimlər belə bəzən yekə-yekə cədvəllər qururlar. Ancaq bunların heç birinə bizim ehtiyacımız yoxdur. Yəni cədvələ bizim ehtiyacımız olmayacaq. Biz burada 5 dənə dost var. K, L, M, N, F dostdurlar. Bunları yazaq bura. K, L, M, N, F. Bu şəxslər 5 dənə dostdurlar. Onlardan biri həkimdir. Bir dənə həkimimiz var. Həkim. Müəllim var bizdə. Mühəndis var. Sürücü var və menecer var. Baxaq görə indi şərtlərdən nə deyir? Onların hamısını bir-bir gətirib burada şəxslərin adının qarşısına yazacağıq və doğru cavabı tapacağıq. Bunun üçün əlavə nəsə cədvəl qurmağa, yekə bir cədvəl bura yığmağa, uzun-uzadı həll etməyə ehtiyacımız yoxdur. K deyir ya menecer ya da mühəndisdir. K ya menecerdir ya da mühəndisdir. Hələlik hansı olduğunu bilmirik. M müəllim deyil, konkret deyir. M müəllim deyil. Bunu müəllim yazıb üstündən xətt çəkək. Yalnız M və F qadındır. M və F bu şəxslər ikisi qadındır. Digərləri kişidir. K-nin avtomatik olaraq kişidir. Daha onları yazmağa ehtiyac yoxdur. Həkim qadın deyil. Həkim qadın deyilsə, onda avtomatik olaraq bu həkim ola bilməz. Bunlar ikisi qadındır da. Bu da həmçinin həkim ola bilməz. Mühəndis və sürücü kişidir. Mühəndis və sürücü kişidirsə, deməli qadınlar mühəndis və sürücü ola bilməz. Bu mühəndis ola bilməz. Bu da eynilə mühəndis ola bilməz. Həm də bu sürücü də ola bilməz. Mühəndis və sürücü kişi olduğuna görə. Yəni bunlar mühəndislə sürücü də ola bilməz. Avtomatik olaraq baxın 4 nəfərin üstündən xətt çəkmişik. Müəllim deyil, həkim deyil, mühəndis deyil, sürücü deyil. Bir dənə hansı peşə qaldı buna? Menecer peşəsi. Biz M-in peşəsinin menecer olduğunu artıq tapdıq. M menecerdirsə, avtomatik olaraq digərləri menecer ola bilməz. Bu menecer ola bilməz, bu mühəndisdir. Bu həmçinin menecer ola bilməz, mühəndis ola bilməz. Çünki mühəndisin də artıq K olduğunu tapmışıq. Heç bir ümumiyyətlə mühəndis ola bilməz artıq. Bu da menecer və mühəndis ola bilməz. Düzdür, biz cavabı artıq tapmışıq, amma digərlərini də necə gedə bilərsiniz? Başqa birini istəsəydiniz necə gedə bilərdiniz? Onun üçün bunları sizə izah elədim. Fikrinizi qarışdırılmasın. Bizdən F istəyir. F-in peşəsinin nə olduğunu tapmalıyıq biz. F baxın həkim ola bilməz, mühəndis ola bilməz, sürücü ola bilməz. Bir də menecer ola bilməz. Çünki M menecerdir. Menecer də ola bilmir. Baxın, həkim olmur. Həkim getdi. Mühəndis ola bilmir. Mühəndis də getdi. Sürücü ola bilmir. Sürücü də getdi. Menecer ola bilmir. Menecer də getdi. Bir dənə kim qaldı? Müəllim qaldı. Deməli, F-in peşəsi müəllim imiş. Doğru cavab Y variantı olmuş olur. Oxşar bir qayda ilə 18-ci sualda sizin üçün tapşırıq olsun. Bu sualı həll edib doğru cavabı videonun rəylərinə yazarsınız. Davam edək növbəti 19-cu sualımıza baxaq.
Bu da şəkil sualıdır. Fiqurlara yenə bir-bir baxacağıq. Hamısına birdən baxsaq beynimiz qarışar və sualın doğru cavabını tapa bilmərik. Bu trapeziyaya baxaq. Buradadır. Bir dama gəldi, oldu burada. Bir dama gəldi, oldu burada. Sağa doğru bir dama gedir. Bir dama gələcək, olacaq burada. Trapeziya aşağı sağ küncdədir. Baxın, buradadır, 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 buradadır. Bizə heç bir faydası dəymədi. Çünki bütün cavablarda eyni yerdədir. Sonra üçbucağa baxaq. Üçbucaq buradaydı. Gəldi yuxarıya. Növbət şəkli yoxa çıxdı. Yəni buradan çıxdı, üçbucaq getdi. Üçbucaq çıxdı, şəkildən getdi. Ümumiyyətlə fiqurlar şəkildə hərəkət edəndə bir neçə hal baş verə bilər. Birincisi, tutaq ki, axıra çatdı, başdan təzədən bir də başlaya bilər. Birincisi, yenidən başdan başlayır. Başdan başlayır. Məsəl üçün, bunu necə fikirləşə bilərdik? Üçbucaq tutaq ki, getdi çatdı bura, yenidən qayıdıb əvvəldən başlayıb gedərdi. Bu birinci hal, başdan başlayır təzədən. Sonra ikinci hal, geri qayıdır. Geri qayıdır. Üçbucaq gəldi, çatdı bura, sonra təzədən addım-addım başlayardı növbətlərində, geri qayıdardı. Və nəhayət üçüncü hal, yoxa çıxır. Və yaxud da şəkildən çıxıb gedər də, çıxdı, getdi şəkildən. Məsəl üçün, bizim variantdakı kimi şəkildən çıxdı, getdi. Həllik bu üç dənəsini yazıda saxlasanız kifayətdir. Çünki daha çox suallarda bunlara rast gəlir. Üçbucaq baxın burada yoxdur. Təbii ki, çıxıb gedib növbətində də olmayacaq. Bizim cavab variantı üçbucaq olmayacaq. Burada baxın var. Ona görə C variantını silə bilirik. Dairəyə baxaq. Dairə buradadır. Bir addım gəlir bura, buradadır. Bir addım gəlir bura, buradadır. Bu istiqamətdə hərəkət edir. Dairə sola doğru hərəkət edir. Növbət şəkli yenə bir addım gələcək, olacaq burada. Dairə, baxın burada deyil. Bunu silirik. Burada olmalıdır. Burada ümumiyyətlə dairə yoxdur. Bunu silirik. Bu iki cavabdan biridir bizim cavabımız. İndi kvadrata baxaq. Görək kvadrat hansı istiqamətdə gedir və necə gedir. Kvadrat baxın diagonal istiqamətində gedir gördüyünüz kimi. Bu istiqamətdə hərəkət edir. Əvvəl buradadır, sonra gəlib bura. Sonra gəlib bura. Nəhayət sona çatdı. Bu məntiqimiz nə idi bu sualda? Çıxıb gedir. Buradan çıxır növbətində gedir. Sonuncu diagonal istiqamətdə çatdı ən axıra. Ən axıra çatdığına görə çıxır gedir. Və şəklimizdə burada ola bilməz. Və şəklimizdə kvadrat qalır. Doğru cavabımız B variantı oldu. Sonuncu sualımızda beləcə həll elədik. 20-ci sual sizin üçün tapşırıqdır. Bu sual tapşırıqdır. Eyni şəkildə fiqurlara bir-bir baxsaq, şəkil suallarını ümumiyyətlə diqqətləmək lazımdır. Fiqurlara bir-bir baxırıq və doğru cavabı tapırıq. Nəsə sualınız qalsa, məntiqdən başa düşmədiyiniz hər hansı mövzu varsa, hansısa mövzularda çətinlik çəkirsə, rəylərdə qeyd eləyin, biz sizə kömək eləyərik. Bu dərslikdə bu qədər. Sağ olun, növbəti dərslərdə görüşənə qədər.